Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Essalatu vesselamu ala hayri halqillahi ecmaîn. Şefî'i zunubina ve tabibi nufusina Ebil Qasimil Mustafa Muhammed ve ala ehli beytihi't tayyibin't tahirin. واللعنة الدائمة على أعدائهم أجمعين من الآن إلى لقاء يوم الدين أما بعد قال الله الحكيم في كتابه الكريم بعد أعوذ بالله من الشيطان الرجيم يا أيها الذين آمنوا استجيبوا لله وللرسول إذا دعاكم لما يحييكم صدق الله العلي العظيم. İmam Hüseyin Aleyhisselamın özünün, yaru ensarının, Kərbəla şəhidlərinin və bütün İslam şəhidlərinin, o cümlədən öz şəhidlərimizin hamısının ruhuna salavat hədiyyə eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammedin və accil fərəcəhum. Dünən də eyni ayə ilə başladıq. Ya eyyuhəllezine amenu stecibu lillahi və lirrasuli izə da'akum lima yuhyikum. Ey iman gətirənlər, Allaha və onun peyğəmbərinə sizi çağıran zaman cavab verin. O vaxt ki sizi həyata çağırırlar. Ey iman gətirənlər, Allah və onun peyğəmbəri sizi həyata, yaşayışa çağıran zaman onlara cavab verin. Qeyd elədik ki, söhbətlərimiz bu məcrada davam eləyəcək ki, İslam ən gözəl və ən uca yaşam tərzidir, həyat tərzidir. Ötən söhbətimizdə bu mövzuya toxunduq ki, İslam insana ən uca dəyəri verib. Bu dəyəri verib ki, Allah Taala insandan yüksək bir məxluq yaratmayıb. Allahın yaratdığı məxluqlar içərisində ən üstünü insandır. Və ayələrə, hədislərə müəyyən mənada işarə elədik. Bugünkü söhbətimiz və bundan sonra da mümkündür bir yaxud da ki, 2 dənə söhbət olsun. İslamda hüquq nizamnaməsi, hüquq strukturu. Bildiyimiz kimi, bugün dünyanın hər bir tərəfindən cürbəcür səslər qalxır. İnsan haqqı, bəşər hüquqları, filan kəsin haqqı belə tapdandı. Təbii ki, bunlar ola bilsin ki, içində bir hissəsi həqiqətdə doğrudan da elə insan haqlarının tərəfdarıdırlar. Həqiqətən istəyirlər ki, hər kəsən öz haqqına yetişsin, öz haqqına çatsın. Amma içlərində görürük ki, böyük bir qismi yalandan insan haqları, bəşər hüquqlarından dəm vururlar. Elə ki, məsələ həyata çevrilir, həqiqətə çevrilir. Doğrudan da kiminsə bir məzlumun haqqı tapdanır, onda artıq o hüquqlar dünya hegemonlarının siyasətinə tabi olur və ondan vaz keçilir. Necə ki, gözümüzlə gördük ki, 10 minlərlə, bəlkə də 60 min, 70 min insan günahsız yerə Qəzzədə öldürüldü, Qəzza bölgəsində öldürüldü. Onların da 20 minə yaxını bəlkə də körpə uşaqlar idilər. İnsan hüquqlarından, körpələrin hüquqlarından, uşaq haqlarından danışanlar isə nədir? Böyük bir qismi ağzına su alıb sükut elədi. Çünki nə idi? Dünya hegemonlarının, dünya quldurlarının o cinayətlərdə əli var idi. Və həmən o 20 min insanın qanın, o cür demək olar ki, körpə uşağın qanın batırdılar. Deməli, onda o demək deyil ki, hər kəs haqq, hüquq iddiasında olursa, elə düz deyil. Amma bizim iddiamız budur ki, doğrudan da İslam bəşəriyyət üçün ən gözəl, ən ali, ən kamil, ən tamamlanmış hüquq strukturun, hüquq nizamnaməsini gətiribdir. Və özünüz də misallarında görəcəksiniz ki, Peyğəmbər, imamlarımız, salavatullahi və səlamuhu aleyhi məcməin, baxmayaraq ki, 1400 il ya 1300 il bundan qabaq yaşayıblar, bununla yanaşı bəşəriyyət zülmətdə qərq olan zaman o dövrdə insan haqlarından, hətta kiçik belə haqlardan, nəinki insan haqlarından, mümkün qarşıdakı söhbətlərdə hətta heyvanların hüquqlarına işarə eləyəcək, nə bilim, ağacların hüquqlarına işarə eləyəcək. Hələ ki, bəhsimiz insan hüquqlarındadır. Deməli, onda əgər müasir dünyamızda
yarısı həqiqətən hüquq iddiasındadırsa, yarısı yalandan hüquq iddiasında olub bəşər hüquqları, insan haqları adı altında öz cinayətlərini həyata keçirirlər. Amma İslam belə deyildi. İslam sözün həqiqi mənasında hüququn ən gözəl formasını gətirdi və tətbiq elədi. Əgər biz Peyğəmbərimizin, imamlarımızın həyatına baxsaq, görərik ki, Pərverdigara necə gözəl, ali şəkildə bu hüququ tətbiq eləyiblər. Bugün əgər dünya demokratiyadan dəm vurur, yalandan da olsa demokratiya yaxşıdır, elədir, belədir, amma özlərinə gələndə o demokratiyadan səs-səda yoxdur. Aşağı təbəqə tətbiq eləmək üçün o qanunları var, amma yuxarı təbəqə tətbiq eləmək üçün hüquqdan söhbət gedə bilməz. Amma biz baxırıq Əli əleyhissalamın həyatına. Hal-hazırda dünyanın təxminən belə deyək də, indiki dünyamızın 50 ölkəsinə yaxını Əli əleyhissalamın xilafətinin tərkibində idi. Yəni, indiki ölkələrin 50-si təxminən Əli əleyhissalamın ölkəsinin içində idi. Yəni, bu boyda dünyanın, o dövrki dünyanın 3-dən birinin, 4-dən birinin padişahı idi, hakimi idi. Bununla yanaşı minbərdə yerdən xəvarizdən biri durur, Əli əleyhissalamı təhqir eləyir, nalayiq sözlər deyir. Amma bununla yanaşı Əli əleyhissalam yanındakı əskərləri, yanındakı o qoşun komandirləri istəyirlər, həmən şəxsi vursun, döysünlər, deyir, dəymir, azadlı qoy danışsın. Təsəvvür elə, padişah oturub orada, bir nəfər qalxır, ağzına gələn pis-pis sözləri deyir. Hansı ki, Əli əleyhissalamın gücünə heç kəsin güc satmaz və yanında da qoşunu var, qoşun böyükləri var. Burada, həmən şəxsi orada öldürə biləcək insanlar var. Amma Əli əleyhissalam demokratiyanı tətbiq edir ki, o azaddır. Sizinlə işi yoxdur ki, məni söyür, qoy söysün. Qoy sözünü desin. Amma o elə ki, həmən o xəvariclər sözdən əl çəkdilər, başladılar insanları küçədə asayişin pozmağa, qadınları öldürüb, qarnından uşaqları çıxardıb başını kəsməyə, nə bilim, kişiləri öldürməyə, onda artıq hüququn əks tərəfi, yəni hüququn o qılınc tərəfi, o kəsən tərəfi başladı işə düşdü və Əli əleyhissalam olan kökün kəsdi. Nə qədər ki, şəxsi özünə qarşı hörmətsiz deyilirlər, Əli əleyhissalam demokratiya kimi bir qəbul eləyirdi və ona da göz yumurdu, deyirdi, qoy desin. Amma elə ki, insanların həyatını bərbad eləyirdilər, insanların asayişini pozdurdular, artıq onda o qarşı tərəfin haqqı pozulan tərəfin hüququ işə keçir və onun intiqamı alınır. Deməli, onda İslam nəinki hüququ gətirdi, yox. Söz formasına gətirmədi, gətirdi və hamıdan qabaq Peyğəmbər və imamlar, yəni tarix boyu Peyğəmbərlər və Peyğəmbərlərdən sonra da silsilədə imamlarımız həmən hüquqları tətbiq elədilər. Deməli, onda İslam baxımından, İslam nöqteyi nəzərindən hüquq məsələsi çox ali bir məsələlərdən biridir və İslam buna həddən artıq geniş bir yer ayırıbdır. Əgər diqqət eləsək, görəcək ki, baxmayaraq ki, çoxlu hədislərdə haqlar barəsində, hüquqlar barəsində çoxlu gözəl göstərişlər var. Amma İmam Zeynəl-Abidin əleyhissalam, 4-cü imamımız İmam Zeynəl-Abidin əleyhissalam özünün Risalətül Hüquq kitabında, yəni özünün təlif elədiyi, yazdığı hüquq risaləsi, hüquq nizamnaməsi belə deyək də, hüquq nizamnaməsi kitabında 51 dənə haqqa toxunur. 51 haqq. Allah'tan başlayır, ondan sonra insanın özü üzərində haqqı olan gözün haqqı, dilin haqqı, əlin haqqı, ondan sonra keçir cəmiyyətə, atanın haqqı, ananın haqqı, padişahın haqqı, nə bilim deyək, əgər o vaxtda quldarlığıdır, qulun nə haqqı vardı, qonşunun nə haqqı vardı, səninlə düşmənçilik eləyənin nə haqqı vardı, bircə məsələn deyək, əgər sənə yaxşılıq eləyib, onun sənin boyunda nə haqqı var idi, müəllimin haqqı, maşallah 51 dənə haqqı bir-birinin davamı, bir-birinin dalınca, ardınca çox gözəl formada ifadə eləyir. Mən tövsiyə eləyərdim ki, o hüquqdan belə dəm vuranlar, əgər istəyirlər ki, doğrudan İslamını gözəl tərəfini görsünlər, çalışsınlar o kitabın, çox böyük kitab deyil, mümkündür səhifə ilə yıxsın, bəlkə də 60-70 səhifə olan bir şey deyil, balaca bir kitabçadır, oxusunlar. Və eləcə də tövsiyə eləyirəm İslamı sevənlər və hüquq sahəsində çalışan insanlara ki, dönə-dönə oxusunlar ki, hər bir nöqtəsində Həzrətin gözəl kəlamların içində bir sir yatıbdır, bir necə deyirlər, inci yatıbdır ki, onları oradan çıxarsınlar. Xüsusən də hüquq sahəsində çalışan, məhkəmə sahəsində çalışan insanlar və yaxud da ki, prokuraturada ya digər sahələrdə ki, görsünlər. Çünki onlar hər gün hər cür hüquqdan belə deyək də, yəni müraciət olunur. Biri atasından küsüb, biri anasından küsüb, biri qonşusundan küsüb, biri nə bilim müəllimindən küsüb, biri nə bilim işdə müdürü ilə dalaşıb, biri işçi yoldaşı ilə dalaşıb. Hər bir şeyin haqqın, hüququn İmam əleyhissalam demək olar ki, gözəl formada bəyan edib ki, kimin haqqı nədir və kim necə, kiminlə necə rəftar olunmalıdır.
İnşallah bugünkü söhbətimdə təbii ki, onların hamısını danışmaq olmaz. Bugünkü söhbətimdə həmən hüquqlardan bir neçəsinə işarə edəcəm və söhbətimizin davamı mümkündür. Sonraki söhbətdə, ondan sonraki söhbətdə də 2 və yaxud da ki 3 söhbətimiz elə hüquq formasında, hüquq barəsində davam eləyəcək. Birinci hüquq ki, istəyirəm onun barəsində danışam, o bundan ibarətdir. Valideynin haqqı, ata və ananın haqqı. Bu kondisioner yalnız. Valideynin haqqı İslamda ən önəmli haqlardan biridir. Əgər biz Quran-ı Kərimə diqqət eləsək, bir dənə ayə fikir verək. Allah Müteal İsra surəsində 24 və 23 və 24-cü ayələrdə buyurur ki: Euzu billahi mineşşeytanirracim ve qada rabbuke alla ta'budu illa iyyah ve bil valideyni ihsana. İmma yeblughanna indekel kibra ahaduhuma ev kilahuma fela taqul lahumā uffin. فلا تقل لهما أف ولا تنهرهما وقل لهما قولا كريما واخفض لهما جناح الذل من الرحمة وقل رب ارحمهما كما ربياني صغيرا صدق الله العلي العظيم. Sənin Rəbbin belə hökm etdi, qada burada hökm etdi ki, Allahdan başqasına ibadət etməyəsən, ondan başqasına ibadət etməyəsən. Və bil valideyni ihsana. Və valideynlərinə gözəl övlad olasan, yaxşı davranasan. Heç şübhəsiz ki, istər-istəməz insan yaşa dolduğu zaman əsəbləri tarımlaşır, çox tez hövsələdən çıxır. Ya məsələn deyək ki, yavaş-yavaş yaş daha çox getdikcə insan xasiyyəti uşaqlaşır. Quran deyir ki, və mən nuammirhu nunəkkisu fil xalq. Hər nə qədər ömrü yuxarı aparırsa, tərsəsinə qayıdır, əksinə qayıdır insanın təbiəti. Allah Müteal bizə bir həqiqəti sanki açıqlayır ki, istər-istəməz ata-analarınız hər ikisi yanınızdadırsa və yaşa doldular, qocaldılarsa, istər-istəməz əvvəlki rəftarından biraz mənfiyə doğru hərəkət olacaq. Sözü tez-tez çox soruşacaq, ya məsələn hər sözdən küsəcək, hər şeydən inciyəcək, bunlar olacaq. Ona deyir ki, əgər onlar, atanız və ananız yanınızda, o yanınızda sözünüzə qayıdacam, yanınızda, ya indəkum, sizin yanınızda əgər yaşa dolarlarsa, qocalarlarsa, onun biri və yaxud ikisi. İmma yebluğanna indekel kibara ahaduhuma ev kilahuma. Ya biri ya ikisi. Yaşa dolarsa fela taqul lahum uf. Bir of da söyledi. Ta ki atadır, anadır, qoca arvaddır, qoca kişidir. Ay bala falan şey yapardın. Ha ana yapardım. Biraz keçir. Ay bala falan şey yapardın, qoydun ora. Ha yapardım. Üçüncü dəfə başlayır qışqırmağa. Deyir, yox belə demə. O qocadır. Yaş keçəndən sonra istər-istəməz nədir? Bəzi problemlər olmalıdır. Ya onun şuurunda, ya məsələn yaddaşında, ya məsələn rəftarında bir şeylər olmalıdır. Və la təqul ləhum uffin. Bu sözü demə. Of sözü də belə demə. Çünki o sənin boynunda haqqı var, gəlib oxuyacam haqları. Və la tənhərhuma. Nəhər yəni onun özündən uzaqlaşdırma, onun məsələn səsini kəsmə, onun sözünü kəsmə, ona qarşı kobud rəftar eləmə. Bəs neynə? Və qul ləhuma qavlən kərima. Ona qarşı ən gözəl sözlər danış. Vəxfid ləhuma cənahəz-zul. Onların qarşısında rəhmət qanadlarını, mərhəmət qanadlarını, təvazö və özünü aşağı aparmaq qanadlarını çək. İxfid, aşağı indir. Sübhanallah. Necə gözəl təbirdir. Vəxfid ləhuma cənahəz-zul. Yəni qanadları yuxarı qaldırma, aşağı indir. O görürsünüz ki, məsələn bir quş bir şeydən qorxanda, çəkinəndə özünü necə aşağı apar, qanadları sallanır belə, qanadlarını aşağı salla. Vəxfid ləhuma cənahəz-zul. Zillət qanadlarını, təvazö qanadlarını onun qabağında aşağı sal. Minər rəhmə, rəhmət dolu, şəfqət dolu, nəvaziş, qayğı dolu qanadlarını onun qabağında aşağı sal. Və qur Rabbirhamhuma kəmə rabbeyani sagira. Və hər nə qədər onlar səndən kobud rəftar eləsələr, denən ki, ilahi, ata-anamdan rəhmətinlə rəftar elə. Necə ki, mən körpə olanda, onlar mənimlə rəhmətləri ilə rəftar elədilər. Əgər biz bugün insan hüquqlarından, bəşər haqlarından danışan bu dünyamıza diqqət eləsək, hansı ki, dünyanın o hegemon qüvvələri, hər şeyin, həqiqətin, belə deyək də, yanlış formada, gözəl sözlərlə bəzəyib, için boşaldıb təqdim eləyirlər. Gəlin bir dənə İslama baxaq və İslamla düşmənçilik eləyən, yaxud da ki, İslamla mənfi mövqedə olan insanlara baxaq. Nə vaxtdan bu ata-ana bu belə deyək, yəni gəlin baxın, görün hansı dövrə qədər İslamda yetimxanalı, nədir, qocalar evi olub.
İslamda qocalar evi deyilən şey yoxdur. Atan-anan nə qədər də qoca olsa səninlə qalmalıdır. Bəli, əgər heç kəsi yoxdursa, dövlətin vəzifəsidir, qayğısını çəkməlidir. Quran deyir ki, indəkə sənin yanında demir, qocalar evində. Atan-anan sənin yanında olmalıdır. Ata-anana sən baxmalısan. Gəlib indi oxuyacağım İmam Əleyhisselamın ana barəsində ki, nə sözlər danışıb ananın hüquqlarından. Deməli, insan haqlarından dəm vuran dünyamız hər şəhərdə neçə dənə qocalar evi açıblar. Təbii ki, bir çox insanların, belə deyək, yəni vicdansız insanların da əlinə fürsət düşüb, atası, anası bir balaca qocanın kimi aparıb atır ki, rahat yaşasın. İslamda belə şey yoxdur. İslam deyir ki, indəkəl kibərə, sənin yanında, demir ki, qocalar evində qocalanda, sənin yanında ata-ananı qocalanda, onun hər cür o, belə deyək də, qocadır hər cür narahat edici rəftarlarına səbr eləginə, dözginə. Deməli, əgər yalancı dünyamız, hüquq iddiasında olan yalancı dünyamız qocalar evi açırsa, İslam bizə deyir ki, hər nə qədər olsa ata-ana sənin yanında qocalmalıdır və sənin yanında olmalıdır. Gəlin bir dənə İmam Səccad əleyhissalamın ana haqqında buyurduğu ananın hüquqları bir dənə diqqət eləyək. Görək, İslamdan kənarda hansı bir qanunda, hansı bir şəriətdə, hansı bir konstitusiyada, hansı bir cərəyanda bu qədər ananın qiyməti yüksək tutulubdur. Həzrət buyur ki, və əmmə haqqur rəhim, birinci ananın haqqı, fə haqqu ummikə, başlayır yaxın qohumların haqqından, başlayır birinci ananın haqqından. فحق أمك أن تعلم أنها حملتك حيث لا يحمل أحد أحدا. Deyir ki, bir an fikirləşinən, heç kimi dalında daşımır. Daşısa da 5 dəqiqə, 3 dəqiqə daşıyar. O bir şəxsdir ki, heç kimi daşımadığı halda 9 ay səni daşıdı. 9 ay səni öz vücudunda daşıdı. Hansı ki, heç kimi daşımırdı. Və at'amətkə min thəmərəti qəlbiha. Öz qəlbinin o meyvəsindən səni tamamlandırdı, yedizdirdi. Ma la yut'imu ahadun ahada. Heç kimə yemək vermədiyi halda. Və ənəha vəqətkə bisam'iha və basariha və yediha və ricliha və şa'riha və bəşəriha. O səni hər şeyi ilə qorudu. Qulağı ilə, gözü ilə. Səs gələndə elə ki, gürültü səs gəlir, birini səni alırdı qucağına. Bir şey gələndə öz əlin verirdi qabağa ki, səni qorusun. Əli ilə, qıçı ilə, ayağı ilə, tükü ilə, dərisi ilə, hər şey ilə səni qorudu. Və cəmi cəvarihiyya. Müstəbşirətən fərihətən. Birimiz birimizə yaxşılıq eləyəndə mümkündür bir dəfə yaxşılıq eləyək, ikinci sevinər, ikinci dəfə, üçüncü dəfə, əşədə bu nə idi elə hər dəqiqə məndən. Bir ömür sənə yaxşılıq elədi, amma müstəbşirətən zərrə qədər narahat olmadı. Hey gülər üzlə, hey sevinclə sənə o xidmətləri elədi. Müstəbşirətən, fərihətən, muhtemilətən lima fihim məkruhuha və ələmuha və thiqluha və qəmmuha. Bütün bu çətinliklər, yəni özü problemdədir. Amma sənlə gələndə öz problemin içində gizlədirdi, səndən şirin davranırdı, səndən məhəbbətlə davranırdı. Hətta dəfəətha ənkə yədul qudrəti və əxrəcətkə iləl ərtaşı. Vaxtın gəl tamamlandı, Allah səni ananın qarnından çıxartı söylə eşiyə. Fəradiyət təşbə və təcuahiyyə. Razı oldu ki, özü ac qalsın, səni yedizdirsin. Hər bir ana normal anadan gedir. İndiki bu TikTok əsrinin, o TikTok səhnələrində böyümüş analardan, o qızlardan getmir. Həqiqi anadan, fitrəti salim olan, fitrətində sabit qalan insandan gedir. İstər kafir olsun, mömin olsun. O analıq duyğuları bu cürdür ki, mümkündür biz kişi xeylağıyıq, o qədər düşünə bilmərik. Amma gördüklərimizdən, duyduqlarımızdan, oxuduğumuzdan, hiss elədiyimizdən budur ki, heç bir şəxs insana ana qədər məhəbbətli, şəfqətli ola bilməz. Mümkündür, məsələn, fərzəndi ata bir gün, 2 gün ac qalsa yeməyin verər. 3-cü gün acından öləndə mümkündür özü yeyəcək. Oğluna verməyəcək. Amma ana mümkündür 3 yox, 5 gündə dözər. Əgər axırıncı ana qədər çalışar ki, uşağı ölməsin. Normal anadan söhbət gedir. Həzrət buyur ki, fəradiyət təşbə, yəni əntə təşbə və təcuahiyyə. Razıdır ki, sən doyasan, o ac qalsa da qalsın. Və təksukə və tə'ra, özü səni geyindirər, özü çılpaq qalar, özü paltarsız qalar. Və turvikə və təzma, səni su ilə sirab edər, özü susuz qalar, ətəşdə qalar. Və tuzillukə və tadha. Günün istisi olanda özün günəşə verər ki, o istinin altına verər ki, sən kölgədə qalasan. Və tun'imukə bi bu'siha. Sənin neymətlər içində qərar ver, özü səfalətdə olar. Və tuləzzizukə bin nom bi ərəqiha. Özü səhərə qədər yuxusuz qalar ki, balam şirin-şirin yatsın. Ərəq, yəni səhərə qədər yuxusuz qalmaq, oyaq qalmaq. Və kânə batnuha ləkə vi'aa.
Onun qarnı sənin üçün bir zərf idi, bir qab idi. Və hicruha ləkə hivaa. Qucağı da, onun o gözəl, şirin qucağı da sənin üçün bir nədir? Bir əhatə edici, ehtiva edici bir qab idi. Və sədyükə ləkə siqaa. Allah onun döşün sənin üçün süd əmmək üçün bir vasitə qərar verdi. Və nəfsu ləkə viqaən. Və canın da sənə viqa elədi, qoruyucu vasitə qərar verdi. Tubaşiru hərrəd dünya və bərdəhə lək. Dünyanın isti və soyuğun hamısını sənə qarşı özünə çəkməyə, qəbul etməyə razı idi və dunək, sənə dəyməsin o şey. Fətəşkurəhə alə qədri zalik. Onda ananın bu yaxşılığına görə sən də ona yaxşı övlad ol. Təşəkkür elə. Həm əməldə, rəftarda, həm də dildə. Və la təqdiru aləh illə bi'avnillahi və təvfiqih. Amma bunu da bil ki, heç vaxt onu eləməsən, yalnız Allah Taala müvəffəq eləsin. Kim ananın haqqından çıxa bilər? Bir hədis gəldi zehnimə, amma üçün vaxtımız da qaldı, keçdim üstündən. Haqqul əb, atanın haqqı. Və əmmə haqqu əbik, fə in tə'ləmə ənəhu əsluk və ənəkə fər'uh. Bil ki, o əsildir və sən onun budağısan. O kökdür, sən onun budağısan. Və ənəkə ləvləhu ləm təkum fəməhmə rəəytə fi nəfsikə mimmə yu'cibuk fə'ləm ənə əbəkə əslun ni'mə. Bil ki, Allah Taala onun vücudundan sənə vücudu verdi. Bil, ləvləhu ləm təkun. Əgər o olmasaydı, sən olmayacaqdın. Mümkün bir deyək ki, əşya olmaz başqasından. Başqası yenə atan olacaqdı da. Allah Taala möcüzəni bizi xəlq eləmir ki, Allah istəsəydi hamımızı atasız, anasız Adəm əleyhissalam kimi xəlq eləsin. Allahın əlində çətin bir şey deyil. Amma Allahın hikməti və iradəsi bu cür təcəlli elədi ki, hər birimiz bir kişi, bir qadından yaratsın. 3 nəfəri, Adəm, Həvva, İsa əleyhissalam. Bunları ikisinin ata-anası, birini atasız xəlq elədi. Onları xəlq eləyən biz də xəlq eləyə bilərdi. Amma istəmədi. Allahın hikməti buna təəllüq tapdı ki, ata vasitəsilə, ana vasitəsilə dünyaya gələk. Buyur, bil ki, ləvləhu ləm təkun. Əgər o olmasaydı, sən də olmayacaqdın. Fəməhmə rəəytə fi nəfsikə mimmə yu'cibuk. Nə qədər özündə xoşun gəldiyi, sevdiyin xüsusiyyətlər varsa, bir hamısının əsası atandır. Elmin var, əgər vücudun olmasa o elmi nə ilə qazanardın? Gözəlliyin var, əgər vücudun olmasa gözəlliyi harada olacaqdı? Pəhləvansan, nə bilim 500 kilonu qaldırırsan, o vücudun olmasaydı nə ilə qaldıracaqdın? Və say getsin. Hər nə ki özündə yaxşılıqlar, gözəlliklər görürsən, bil ki, hamısı atanın bərəkətindəndir ki, Allah Taala onun vücudundan sənə vücud verdi. O vücudun üstündə gözəlliyin, elmin, dərrakən, düşüncən, gücün, qüvvətin, nə bilim nəyin, hamısı onun üzərində quruldu. Hamısı onundur, atanındır. Çox təəssüflər olsun ki, bəzən görürsən ki, neçə illərdir bu şəri məsələlərin içindir. Çox bu sual gəlir də. Ata atıb böyle, onsuz da yadımdan çıxdı şəri məsələ demədim, böyle içində bir şəri məsələ də getsin. Söz vermişdim, hər gün bir şəri məsələ deyim. İnşallah bu yenə də işarə eləyərəm. Bu sualı çox verirlər. Ata ailəsinin uşaq vaxtından atıb çıxıb gedib, indi qız böyüyüb ərə gedir. Ona heç çörək verməyib. Yenə də atasından icazə almalıdır ərə getməyə. Elə bir ki, güya atanın haqqı fəqət çörək vermək üçünmüş. Ata çörək verməyib, ailəsinə baxmayıbdır. Ailəsini atıb gedib Rusiyaya ya başqa bir şəhərə. Günah eləyib Allaha cavab verəcək. Nəfəqə haqqın pozub uşağın, ailəsinin, arvadının, uşağının Allaha cavab verəcək. Allahın cəhənnəmdə yandıracağını o Allahın işidir. Günah eləyib Allaha. Ata uşağa yemək verməmək atalıq hüququnu salmır ki. Yine atanın hüququ yerindədir. Lap elə körpəlikdən atıb çıxıb gedib. Yenə də qız əgər 18-19 yaşına gəldi, 20 yaşında var. Ərə gedirsə, yenə atasından icazə almalı. Onun atasıdır. İstər çörək verirsə də atasıdır, verməsə də. Kim deyir ki, atalıq fəqət çörək vermək onu geyindirməkdən asılıdır? Geyindirsə, yaxşı atadır. Geyindirməsə, pis atadır. Yedirtməsə, pis atadır. Amma yenə də atadır. Yenə də nədir? Onun haqqı var bu oyunda. Yenə də icazə almalıdır. Birdən daha haqq oxuyayım, sonra inşallah qarşıdakı söhbətlərimizdə dedim də 2 ya 3 form cələsə inşallah haqlar barəsində danışacağam. Haqqul vələd, övladın haqqı. Həzrət belə buyurur: "Və əmmə haqqu vələdikə fə ən tə'ləm ənəhu mink və mudafun ileyk." Bil ki, o səndəndir və sənə izaf olunur. Yaxşı da olsa sənə nisbət verirlər, pis də olsa. Filan kəsin oğludur, sənin balondur. Yaxşı, yaman, fərqi yoxdur, sənə nisbət verilir. Fi acili dünya bi xeyrihi və şərrih. Bu dünyada xeyrində də, şərrində də filan kəsin oğlu alim olur, bəh, filan kəsin oğlu getdi, şülü qoyum təpi, qonşuna bax, onun oğlu getdi filan yer oldu. O qonşu da sevinir ki, görürsən, mənim oğlum gedib məsələn alim olub, yuxarılara çıxıb idmançıdır,
nə bilim, elin obanın adını qaldırıb, ata da sevinir. Deyir ki, bilginən ki, sən heç nə eləməmisən ata olaraq onun fəaliyyətini. Amma vücudu ki, sənin vücudundan qaynaqlanıb, yaxşısı da yamanında hamısı sənin ayağa yazılacaq. Fi acili dünya bi xeyri və şərri. Xeyri də, şərri də hamısı sənin adına yazılacaq. Və ennəkə məs'ulun əmma vəlitəhu minəl ədəbi və dəlaləti alə rəbbih. Və sən də boynunda atalıq hüquqları vardı ki, sən ki ona vəli olmusan, gərək ədəbləndirəsən, Rəbbinə tərəf yol göstərəsən. Vəl məunəti ləhu alə taatihi fik. Və ona yardımcı olasan ki, sənə itaətkar balı olsun. Var bəzi rivayətlərdə ki, Allah lənət eləsin o ataya, o anaya ki, uşağı öz üzərinə ağ valideyn eləyir. O da insandır. Demirik yaxşı eləyir, pis eləyir. Ata-ana hər nə qədər övlada zülm eləsə də, hər nə qədər amansız olsa da, hər nə qədər şiddət göstərsə də, övladın vəzifəsidir ki, ondan insan kimi rəftar eləsin, mehriban rəftar eləsin. Amma bu haqq vermir atıya ki, zülm eləsin övladına. Anaya haqq vermir ki, balasına zülm eləsin. Aydın oldu? Deməli onda hər nə olursa olsun, gəl itaət eləsin. Bu yandan da İslam atanın, ananın boynuna haqq qoyur ki, övladını özünə itaət eləməkdə ona yardımcı ol. Yəni o cür pis rəftar eləmək ki, sənin üzünə qayıtsın. Pis ata-ana olmayın ki, sənə qarşı nədir, kobudluq eləsin. Sənə itaət eləməkdə, Allahdan keçəndən sonra deyir, Allaha yol göstərməkdə sənin boynunda haqq vardır, eləcə də yaxşı övlad olub sənə itaət eləməkdə sənin məsuliyyətin vardır. Elə eləmək ki, sənə qarşı gəlsin. Və fi nəfsi fəmusabun ələ zalikə və muaqabun. Sən də deyir ki, bu vəzifələrə görə ya mükafatlanacaqsın, ya cəzalanacaqsın. Fə'məl fi əmrihi ələl mutəzəyyini bi husni əsərih. O qədər ləzzət elədi. Keyf eləyir adam. Sözü başa düşəndə ləzzət eləyir adama. Fikir verin. Əl-mutəzəyyin, mutəzəyyin. Yəni bəzənmiş. Bir əsərihi, bir dəfə insan elə öz xilqətindən nədir? Bəzənibdir. Allah bəzi insanlar Yusuf əleyhissalam kimi göm-gözəl yaradıb da. Saçı yerində, qaşı yerində, burnu, göz. Elə biz Allah Taala xoş zatında bunu xəlq eləyib. Bu nədir? Bu mutəzəyyindir. Bu zeyn deyil. Öz-özlüyündən nədir? Bəzəklidir, gözəldir. Bir də var təzəyyənə. Yaxşı paltar geyir, saat taxır, üzük taxır, nə bilim əsasın gözəlləşir, neyinir. Ona deyir əsər, mutəzəyyin bir əsəri. Subhanallah, necə gözəl ifadədir. Deyir ki, övlad sənin düzdür, öz canını döyür, amma canından qopmuş bir əsərindir. Onda sən mutəzəyyin bir əsəri ol. Övladını elə tərbiyələndir, elə gözəl formalaşdır ki, o sənin yanında sənə bəzək olsun. Əl-mutəzəyyin bir əsəri. Ki, fə'məl fi əmrihi, övladının işlərində elə bir işlər gör ki, əmələl mutəzəyyini bi husni əsərih. O bəzənən insan ki, əsərinin vasitəsini özünə bəzək gətirir. Kənardan özünə bir bəzək var, övlad sənə bəzək olsun. O cür rəftar elə. Davranışında, onun oxumağında, həyatında bu cür təsir qoy. Fi acili dünya əl-muəzziri ilə Rəbbi, ta ki qiyamətdə Allaha üzr tapa biləsən. Fi ma beynəkə və beynə bi husnil qiyami əleyhi vəl-əxzi ləhu minhu. 2-3 dənə də hədis yazmışdım, tez də bu hədisləri deyim. İnşallah ki, çox vaxt tutmaram, ondan sonra keçək inşallah zikir müsibət hissəsinə. An Əbil Həsən Musa aleyhisselam Câə rəculun ilən nəbi sallallahu aleyhi və aleyhi və səlləm. İmam Kazım aleyhisselam buyurur ki, bir nəfər Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm məhzərinə gəldi. Fəqalə, ya Rəsulallah, ma haqqı ibni haza. Uşaq da yanındaydı zahirən. Dedi ki, ya Rəsulallah, bu balamın mənim boyumda haqqı nədir? Qalə, tuhəssin isməh və ədəbəh və da'hu mavziyan həsənə. Gözəl ad qoy övladına. Görürsən ki, bəzən elə gic-gic adlar qoyurlar ki, nə müsəlman adına oxşayır, nə kafir adına oxşayır, belə qəribə-qəribə. Gözəl ad qoy, sabah utanmasın. Hələ biz, dedim, əvvəldən demişik, şəri məsələlər danışmırıq biz. İnsani ab-havada danışırıq ki, insani cəmiyyətdə necə olmalıdır. Sabah o uşağı çağıranda ondan utanmasın, ona xəcalət çəkməsin o addan. Samovar, oktyabr, nəm turaqdur, gic-gic adlar. Bəzən görürsən ki, hökumət bəzi yerlərdə bəzi adları qadağan eləyir, bəzi adlarda haqq eləyir ki, bu ad nədir axı bu uşağı qoyursan bu gic-gic adları. Həzrət buyurdu ki, gözəl ad qoyasan ona və ən gözəl ad da Əbdullahdır. Adların ən gözəl Əbdullahdır. Əbdurrahman, Əbdurrahim. Allahın adlarının qabağında Əbd olanda. Ondan sonra da peyğəmbərlərin, imamların adı ən yaxşı adlardılar. Sonra buyurdu ki, tuhəssin isməhu və ədəbəh, ədəbin gözəlləşdirsən və da'hu mavziyan həsənə. Həmişə onu gözəl yerdə qərar ver. Yəni uşağı sındırma, onun şəxsiyyətini korlama, aşağılama. Mavziyan həsəndə qərar ver.
Deyir ki, bir gün Davud Zurbi İmam Əbülhəsən əleyhissalama, yəqin ki, İmam Musa Kazım əleyhissalamdır, uşağından şikayət elədi ki, uşaq məni incidir, belə eləyir. Vurub sındırıb nəsə. Fima əfsədə ləhu fəqalə istaslihu. Gəldi imama şikayət eləyir ki, uşaq nadincdir. Məsələn, şüşəni sındırır, onu sındırdı, bunu dağıtdı, bunu elədi. Görün, imam nə gözəl söz deyir. Yəni deyirəm, buna imam kəlamı kimi yox. Belə deyək də, zəmanənin, belə deyək, hər bir dövrdəki hər bir ağıllı insanlar var. Çünki mən əvvəldən xitabımı deyim ki, dini ab-havada danışmırıq. Zəmanədə sayılıb seçilən bir kişinin sözü kimi baxaq. Öz zamanında hamı ona ehtiram eləyirdi. İmam kimi baxma. Ateistsən ol ateist, işim yoxdur. Həzrətdən şikayət eləyir ki, uşağı sözümə baxmır, sındırır, vurur, dağıdır. Deyir ki, şəka ibnəhu ilə Əbülhəsən əleyhissalam fîmə əfsədə ləhu. Nəsə xarab eləmişdi, sındırmışdı, dağıtmışdı. Fəqalə istaslihu. Onun səlahın istəcinən. O sındırdı, sən onu sındırma. Fəma mi'ətu əlfin fîmə ən'əməllahu bihi aleyk. Allah deyir ki, sənə bu uşağı neymət verib, 100 minlərdən yuxarıda sındırıb bir dənə şüşəni cəhənnəmə sınıb. Ondan ötürü uşağla dava eləmə, uşağın şəxsiyyətini sındırma, uşağı döymə, aşağılama ilə, istikanla sınıb cəhənnəmə sınsın. Sənin o neymət ki, Allah Taala bu uşağla sənin boynuna qoyubdu, 100 minlərdən dəyərlidir. O sənin əlində ən böyük neymətindir. Onun istislah elə, onu səlahına çalışılan. Nəinki deyək, şüşəni sındır, deyəm, sən maşını apardın, cavan uşağı vurdu bir yerə, ondan ötürü söyəsən, evdən qovasan, təhqir eləyəsən, nə bilməyən, bunu eləmə. Mal düzələn şeydir, amma qəlbi sındırdın, bir daha geri qayıtmır. Başqa bir hədisdə, xüsusi olaraq qızların barəsində nəsə yarımsı qaldı. Ona görə də sabahdan inşallah yenə də elə buradan davam edib, başqa haqlara keçərik. Keçək buradan zikr müsibət hissəsinə. Bildiyimiz kimi bugün Məhərrəm ayının 2-ci günüdür. Və Məhərrəmin 2-ci günü məşhurdur ki, İmam Hüseyin əleyhissalamın Kərbəlaya varid olmağı. Ola bilsin ki, qarşıdakı gündə bəlkə də qayıtdım bu söhbət, amma ötəri deyirəm ki, İmam Hüseyin əleyhissalam İraq torpağına daxil olandan sonra, yəni Səudiyyədən ki keçdi, o vaxt Hicaz deyilir, yəni Səudiyyə deyirik, təxminən 1300-1400 kilometr yol gəlibdi, 23 günə gəlibdi. Elə Kərbəlaya təxminən 300, 400, 500 kilometr qalmış, Zuhəsm deyilən bir yer var. Həmən yerdə artıq Hürrün qoşunu imamı qarşıladı. Nə oldu, necə oldu, inşallah saxlayaq gələn söhbətlərə, onda işim yoxdur. Xülasə, imam qabaqda Hürdə onun böyrü ilə qoşunla gəldilər, çıxdılar, ikisi idi, ayın ikisində gəldilər, çatdılar, Məhərrəm ayın ikisində, yəni bugünkü gün timsalında Kərbəlaya. Tarix belə nəql edir bizim üçün. Deyir ki, İmam əleyhissalam gəldi, bir yerə çatan, yəni ki, biz Kərbəla dediyimiz yerə çatanda fəvəqəfə cəvaduhu və ləm yənbə'iz. Həzrətin atı dayandı, at getmədi. Min təhdi. Fənəzələ və rəkəbə cəvadən qeyrə. O atdan düşdü, başqa bir atın mindi. Fələm yəsir, o da getmədi. Fəbəəsəhu fələm yənbə'iz. Atı sürdü ki, getsin, atı yenə getmədi. Fəltəfətəl imam ilə əshabihi və qal, mə ismu hadihil ərd. İmam bilirdi, sadəcə bunlar hamısı bizə göstərmək üçündür. Bu yerin adı nədir? Fəqalu ərdul qadiriyyə. Dedilər ki, bu yerin adına qadiriyyə deyirlər. Qalə ma ləha ismun qeyrəha, həlləha ismun qeyrəha. Başqa adı da var. Qalu tüsəmma neynəva. Dedilər ki, neynəva adı deyirlər buna. Qalə həlləha ismun qeyrəha. Başqa bir adı da var. Qalu tüsəmma bişatil furat. Fəratın sahili də deyirlər bura. Qalə həlləha ismun qeyrəha. Başqa bir adı da varmı? Qalu tüsəmma Kərbəla. Dedilər, bura Kərbəla da deyirlər. Fətənəfəsə suəda. Həzrət bir dərindən bir ah çəkdi. Sanki bir dərindən bir nəfəs aldı, buraxdı. Və qalə aleyhissalam, ərdu kərbin və bəla. Qifu. Həzrət buyurdu ki, bu bəla çölüdür. Qifu və la tərhəlu minha. Getməyin buradan. Hahuna munaxu rikabina. Burada bizim karvanımızın enən yeri və məhəttu rihalina. Yüklərimizin düşən yeri buradır. Və məqtəlu ricalina. Kişilərimizin öldürülən yeridir. Və məzbəhu ətfalina. Balalarımızın, körpələrimizin doğranan yeridir. Və məsfəku dimaina. Qanımızın axıdılan yeridir.
Allah rəhmət eləsin Ustad Rəhim Münzəviyə gözəl bir dənə şeiri vardı. Həmən bu formadakı, eyni həmən bu oxuduğumuz hədis formasında İmam Hüseyin əleyhissalamla xanım Zeynəb əleyhissalamın arasında. Çox gözəl, dəyərli şeirdir. Oradan da ləzzət eləyir. O şeiri oxum inşallah, dua eləyərəm. Bura neynəvadı Zeynəb, bu məkan nəvasız olmaz. Adı Kərbəla olan yer bilirəm bəlasız olmaz. Bu zəmini pakə qanım verər ayrı bir əsərlər. Sonra qanlı türbətimdən gülü arizu dərəllər. Öpüb əlbə əl cahanda onu töhfə göndərərlər. Ola hər mərizə qismət, mərəzi şəfasız olmaz. Gəlib dururlar bacısı ilə, deyir ki, bacı görürsən buranı? Bura bizim doğranan yerimizdir. Bura mənim türbətimdir. Bugün sən bunu qum görürsən, sabah töhfə göndərəcəklər. Ən bahalı əşya kimi göndərəcəklər ki, xəstəyə əgər şəfa tapmadınsa, budur xəstənin şəfası. Ola hər mərizə qismət, mərəzi şəfasız olmaz. Mən özüm xəlili eşqəm, buradır minayı eşqim. İbrahim deyir ki, balasını hara aparmışdı kəsməyə? Minaya. Mən özüm xəlili eşqəm, buradır minayı eşqim. O Fərat zəmzəmimdir. Əgər İbrahimin Hacərinin zəmzəmi vardı, Fərat da mənim zəmzəmimdir. O Fərat zəmzəmimdir, bu məkan səfayı eşqim. Fəratla, əgər Hacər əleyhissalam Səfa ilə Mərvə arasında gedirdi, mən də Xeyməcəhlə bu Qudalı Qətligah arasında gedəcəm. Fərat arasında gedəcəm. O Fərat zəmzəmimdir, bu məkan səfay eşqim. Bu gül üzlü Əkbər oğlum olacaq fədai eşqim. Əgər İbrahimin eşqində öz balasını kəsirdisə, mənim də qurbanım kim olacaq? Əkbərim olacaq. Bu gül üzlü Əkbər oğlum olacaq fədai eşqim. Ki xəlil olan minasız, bu mina fədasız olmaz. Xəlil deyil, minaya qurbansız gedər. Mən qurban gətirmişəm. Bu məkanda sən qonaqsan, bacı Zeynəb, bu məkanda sən qonaqsan, mənim əsli məskənimdir. Sən gedəcəksən Şama, mən burada qalacam. Bu məkanda sən qonaqsan, mənim əsli məskənimdir. Bilirəm nədir hüdudu, hara eyni mədfənimdir. Bax o təlli səndən ötürü, təlli Zeynəbə göstərdi. Bax o təlli səndən ötürü, bu çuxur məkan mənimdir. Hara saliki təriqət, gedə rəhnamasız olmaz. O Fəratı ki görürsən, bizə görsədir siyahə, məni səsləyir yetirsin sözünü bu bipənahə, ki gəlin biraz suyumdan aparın o xeyməqahə, dolanar mübah olan su sitəm o cəfasız olmaz. Bacı sən eşitmirsən, mən o Fəratın suyunu eşidirəm ki, mənə xitab eləyir ki, gəlin aparın, sonra birazdan qadağan eləyəcəklər, məndən küsmən, verə bilməyəcəm o suyu mən sizə. Ucalıb səsi Fəratın, vəli çoxlu bakinayə, suyunu təaruf istər, edə süd əmər balaya, ki gəl iç nə qədər içirsən, sonra eyləmə gilayə, qadağan olanda gəlsin, boğazın yarasız olmaz. Əsğər, nə qədər içirsən gəl iç. Amma sonra da qadağan olandan sonra gələndə boğaza ox gələcək, su verməyəcəklər sənə. Sözə fikir ver, gör, nə deyim, nə oyun çıxardı burada. Bacı, mən ki şeş cəhatə və du cəhan, bacı, mən ki şeş cəhatu du cəhanə padişahəm. 6 cəhətin və 2 aləm padişahı mənəm. Sağ, sol, yuxarı, aşağı, hamısı deyir ki, yer hamısı mənim ixtiyarımdadır. Bacı, mən ki şeş cəhətə, cəhatu du cəhanə padişahəm, gərək 6 quşə bir qəbr edələr mənə fərahəm. Munzəvinin hüsnü təlilləri demək olar ki, heç kəsdə də bəlkə də yoxdur, mənim tanıdığım səviyyədə. Bilirsiniz İmam Hüseyin əleyhissalamın niyə qəbri 6 guşədir? Əslində 6 guşə olmanın səbəbi başqa şeydir. Əli Əkbər əleyhissalam ayağının altında bastırılıb. Şair burada hüsnü təlil eləyir. Deyir ki, mənim qəbrimin 6 guşə olmağı, 6 cəhətin hakimi mənəm. Sağ, sol, qabaq, yuxarı, qabaq, arxa, yuxarı və aşağı. Mənim deyir, qəbrim ona görə 6 guşədir ki, 6 cəhətin padişahı mənəm. Bacı, mən ki 6 cəhətə, cəhatu du cəhanə padişahəm. Gərək 6 quşə bir qəbr edələr mənə fərahəm. Ürəyim çox istər orada, yataq Əkbər ilə bahəm, elə bir məzarım olsa,
belə məhliqasız olmaz. 6 güşə qəbirdə Əkbərsiz neynirəm mən? O gözəllikdə qəbir düzəlsələr, əgər Əkbərsiz olsa istəmirəm onu. Ürəyim çox istər orada, yataq Əkbər ilə bahəm, elə bir məzarım olsa, belə məhliqasız olmaz. Bacı məndən ötürü şümrə, sən ucatma dəsti hacət. Məni xəncər altda görsən, ona eyləmə səmacət. Dəmi xəncərə əl atma, əlün eyləmə cərahət. Elə nütfeyi zinanın əl üçün xətasız olmaz. Bacı gəlsin, görsün, başımı kəsir. Əli atma xəncər, o qədər nanəcibdir, o qədər zinazadədir ki, sənin də əli kəsəcək mənim başım kimi. Əla la'nətullahi aləl qavmiz zalimin, fəsəyələmullezine zələmu əyyəmun qələbin yənqəlibun. İlahi pərverdigara, səni and verir Hüseynin ehtiramına. Səni and verir bilsən birliyin xatirinə, Kərbəla şəhidlərinə, sənin yanında əziz olan peyğəmbərlərə, imamlara. İlahi günahlarımızın üstündən qələmi əfv çək. İmam-ı Zaman əleyhissalamın zuhurunu təcil elə. Pərverdigara iltiması dua eləyiblər, dərdi olan var, xəstəsi olan var, maddi, mənəvi müşkülü olanlar var, xüsusən təkidlə dua istəyənlər vardı. Allah hər kəsin nə hacəti varsa İmam Hüseyin əleyhissalama xatir, Kərbəla şəhidlərinə xatir hacətlərini rəva elə. Övladları olmayanlara salih, sağlam övladlar nəsib elə. Maddi sıxıntısı olan, evi uçan var, pulu yoxdur, evə utana gələnlər vardı. Hər kəsin nə maddi sıxıntısı var, Pərverdigara İmam Hüseyin əleyhissalama xatir, öz tükənməz xəzinələrindən, borclarına da elə, problemlərini həll elə. İlahi səni and verir, izzətüə, cəlalığa, böyüklüyə, Allahlığa, Allah türmədəki qardaşlarımızı tezliklə azad elə. Bir an bizi öz başına buraxma. Pərverdigara müsibətimizi dinimizdə qərar vermə. İmam-ı Zaman əleyhissalamın zuhurunu təcil eləməklə bütün dünya məzlumlarına nicat bəxş elə. Bizləri öz dininin qədrin bilənlərdən və onun inkişaf etməsi üçün zəhmət çəkən bəndələrindən qərar ver. İlahi o dualar ki, ağlımıza gəlmir, dilimizə gəlmir, amma bilirsən biz onlara möhtacıq, onlar da bizim barəmizdə müstəcab elə. Bin nəbiyyi və alih və bil fatihəti mə'as salavat.